Ekranı görürük yoldaşlar. Hı -hı. Bəli, görünür. Allah böyüdü bu belə. Biraz bu formada olsun. Aha. Azərbaycan Respublikasının Konstitusiyası. Baxın, bu materialı mən əsasən sırf təhsil işçilərinə aid olan bir materialda hazırlamışam ki, yəni əlavələr burada yoxdur. Bizə vacib olan nədirsə bunlar burada qeyd edilib və bir dəqiqə mən telefonda da qeyd aparım. Azərbaycan Respublikasının Konstitusiyası, ümumiyyətlə Konstitusiyanın bir layihəsi var da, belə deyək. Bu layihə, spesial layihə hazırlayan komissiya olur. Həmin komissiya tərəfindən hazırlanır və təbii ki, Konstitusiyanın qəbul olunması və yaxud dəyişiklik edilməsi bu ümumxalq səsvermə ilə həyata keçirilir, yəni referendumla həyata keçirilir və təbii ki, biz bilirik ki, 1995-ci il tarixdə, 1995-ci il noyabrın 12-sində Konstitusiya ümumxalq səsvermə ilə qəbul edilmişdir. Və təbii ki, 3 dəfə Konstitusiya dəyişiklik edilib. Bunları da burada qeyd etmişəm. 2002-ci ildə, 2009-da və sonuncu dəfə 2016-cı ildə dəyişiklik edilmişdir. Baxın, belə bir sual da düşə bilər ki, Konstitusiya neçə bölmə, neçə fəsil, neçə maddədən ibarətdir? Bax, deyirsiniz ki, tarixlər əzbəriyyatda saxlamaq istəmirik, amma Konstitusiyanın qəbul olma ili 12 noyabr biz bilirik hamımız, 95-ci ili yadda saxlayırıq və Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Bunu yadda saxlayaq. Və burada 80-cı maddəyə qədər mən Konstitusiya maddələrini qeyd etmişəm. Çünki bizə ancaq bunlar lazımdır. Əlavələrə ehtiyac yoxdur. Və burada bəzi maddələr var ki, bunları da əlavə etdim və sonra 40-dan sonra ardıcıl olaraq gedəcək. Dövlətin ali məqsədi. Belə yaxşı görürsünüz, yoxsa biraz azaldım? Yaxşıdır belə müəllimə. Yaxşıdır. Aha. Dövlətin ali məqsədi nədir? İnsan, vətəndaş hüquqlarının, azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Belə deyək də, daha sadə bir formada çalışacağım, sizə izah edim, belə yadda qalmır. Ümumiyyətlə, dövlətin əsas məqsədi nədir? Ali məqsəd dedikdə əsas məqsəd nəzərdə tutulur. Ki, insanlar, vətəndaşlar, onların hüquqların qorunmasıdır, azadlıqların qorunmasıdır. Hər bir Azərbaycan Respublikasının vətəndaşına rahat, yaxşı, sadə dildə desək, təhlükəsiz bir həyat şəraiti yaratmaqdır. Bax, əsas dövlətin məqsədi budur. Və təbii ki, dövlətin özünün işi də elə bundan ibarətdir ki, xalqın rifahını təmin etsin. Bax, Konstitusiyada sadalanan insan, vətəndaş hüquqları, azadlıqları beynəlxalq müqavilələrə uyğun olaraq tərtib edilir. Bu beynəlxalq müqavilələr nələrdir? Gəlin bu haqda biraz məlumat verim sizə. Yoldaşlar, beynəlxalq müqavilə odur ki, baxın, Azərbaycan Respublikası 2 və daha çox, bir çox ölkələrlə müqavilə bağlayır. Yəni, arasında bizim dövlətin və digər dövlətlərin arasında imzalanan rəsmi bir razılaşmadır bu beynəlxalq müqavilə. Yəni, müxtəlif sahələr üzrə beynəlxalq müqavilələr bağlanıla bilər. Təhsil sahəsi üzrə ola bilər, insan hüquqları üzrə ola bilər, uşaq hüquqları, ana uşaq hüquqları üzrə ola bilər. Müxtəlif sahələr üzrə beynəlxalq müqavilələr olur. Təhsillə bağlı hansı ki, bizim vətəndaşlar demişdi ki, xaricdə təhsil alırlar, xarici vətəndaşlar gəlib Azərbaycanda təhsil alırlar, müəssisə təsis edə bilirlər, biri digərinin ölkəsində. Təbii ki, bunlar hamısı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir. Yəni, Azərbaycan hansısa beynəlxalq müqavilələrə qoşulubsa, yəni beynəlxalq müqavilələr varsa, oradakı qaydalar bizdə də keçərlidir. İzah edə bildimmi? Kimə aydın olmadı? Biraz çətin bir cümlələr olacaq bəzən, amma çalışacağım ki, sizə maksimum daha bir asan bir formada sizə izah edim. Ailə, uşaqlar və dövlət. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirməsinə
Mən çox aşağı getdim. Hə, yox, elə budur da. Deməli, valideynləri və dedik ki, hə, borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri, qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar da dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən hər hansısa bir fəaliyyətə cəlb etmək olmaz. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Yəni ümumiyyətlə ailə haqqında gəlin qısaca danışım. Ailə biz bilirik ki, cəmiyyətin ən əsas hissəsidir. Ona görə də dövlət ailəni xüsusi bir şəkildə qoruyur. Görürsüz, boşanmalara qarşıdır dövlətimiz, çünki istəyir ki, hər bir Azərbaycan Respublikasının vətəndaşı gözəl, yaxşı bir ailəsi olsun. Dövlət ailənin möhkəm olmasına, ailə dəyərlərin qorunmasına, yəni bunun üçün çalışır. Belə. Sonra təbii ki, uşaqların qayğısına qalmaqla bağlı qeydimi aparım sizə. Uşaqların qayğısına qalır dövlətimiz və təbii ki, belə deyək də, uşaqları tərbiyə etmək valideynin borcudur. Və təbii ki, valideynin bu borcun doğru düzgün yerinə yetirilməsinə də dövlət nəzarət edir. Ki, valideyn öz övladına doğru düzgün baxırmı? Yoxsa zorakılıq tətbiq edir? Dövlət nəzarət edir. Ata-ana uşaqlarına baxmalıdır. Aydın bir məsələdir. Dövlət də izləyir ki, bax, bu borcu doğru düzgün yerinə yetirir və yaxud yerinə yetirmir. Əgər uşağın valideyni yoxdursa və yaxud da ki, valideyn öz övladına baxmırsa, təbii ki, belə bir uşaqlara dövlətimiz sahib çıxır. Sosial qurumlara bu uşaqları yönləndirirlər, uşaq evlərinə yönləndirirlər. Və təbii ki, biz bilirik ki, uşaqları onların sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən bir fəaliyyətə cəlb etmək olmaz. Yəni, baxın, valideynlər var ki, tutaq ki, qaraçılar deyirik də, sadə dildə, dilənçiliyə göndərirlər övladlarını. Və yaxud da hər hansısa bir şəxs, hər hansısa uşağı cinayətə sövq edir. Bu, qətiyyən qadağandır, biz bilirik. 15 yaşına çatmamış hər hansısa bir şəxs təbii ki, işə götürülə bilməz. Amma biz bilirik ki, Əmək Məcəlləsindən də indi bəzi yoldaşlar var ki, təkrar qoşulublar, Əmək Məcəlləsini keçmişik və s. Əmək Məcəlləsində də qeyd olunub ki, 15 yaşına çatmamış uşaq işə götürülə bilməz. 15 yaşı bitdikdən sonra 15-18 yaşı aralığında valideynin qanun nümayəndəsinin razılığı olarsa, yazılı bir formada razılıq olmalıdır. O zaman onunla müqavilə bağlanıla bilər. Belə, burada bu qədəri kifayətdir düşünürəm. 18-ci maddə. Din və dövlət. Baxın, həmişə mən bu sözü deyirəm. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Buyurun, 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 buyurun. Mütəllim müəllim, buyurun, eşidirəm sizi. Salam müəllimə, hər kəsi salamlayıram. Zəhmət olmasa o slaydı bir balaca aşağı çəkin. Nə, slaydı aşağı çəkim? Azaldım istəyirsinizsə? Yox. Bundan baxın, o biraz aşağı gəlin, 18-ə. Orada 15 yaşına. Aha. 5-ci bənddə deyir ki, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Bəli. Düzdür. Amma Əmək Məcəlləsində isə deyir ki, istisna halda 15 yaşına çatmış şəxslərlə əmək müqaviləsi bağlanıla bilər. Bu ziddiyyət deyilmi? Xeyr, mütəllim müəllim, elə bir şey yoxdur. Əmək Məcəlləsini mən əzbərə bilirəm. Nə danışırsınız? 15-18 yaşı aralığında 15 yaşı varsa, 15 yaşı. Rəvani müəllim, bağlayın, zəhmət olmasa, əlavə səslər olur, 2-3 nəfər mikrofon. Hə, deməli, mütəllim müəllim, 15 yaşı varsa, uşağın artıq məktəbi bitirmiş olur da, 9-u bitirir, 15 yaşı olur. İcbari orta təhsili artıq bitirir, 15 yaşdan sonra işə başlaya bilir. 15-18 yaşı aralığında valideyn razılıq verir, yazılı bir formada. Ondan sonra da o işçi kimi müqavilənin tərəfi ola bilər. 15 yaşı olmalıdır, 15-18. 18-dən sonra valideynin icazəsinə ehtiyac yoxdur. Yəqin ki, siz... Amma istisna hal yoxdur. Bəli? Orada istisna hal olaraq yazılıb ki... Xeyr, mütəllim mənim, elə bir istisna heç vaxt olmayıb. Bəlkə siz nəsə qarışdırırsınız. İstəyirsinizsə mənə göndərin, elə bir istisna varsa. Elə bir bənd yoxdur, ümumiyyətlə. Haradasa nəyisə qarışdırırsınız. Buyurun, Taciyə müəllimə. Bilirsiniz, müəllim dediyinə mən dumanlı xatırlayıram. Orada deyir ki, əgər valideynin hər iki valideyn işləmirsə və fiziki məhdudiyyəti varsa və işləmək qabiliyyətindən məhrumdursa,
Belə bir detal hansı hissədə idi? Bəli. Ki, yəni Bəli. ona icazə verilir. Əmək Bəli, hər İstisna iki hallar valideyn olmur. Əmək işləmir və Məcəlləsində fiziki qeyd olunub. məhdudiyyəti var. Təcəvüz O Bəli. inanlı yadımdadır mənim də. Konstitusiyada bu haqda verilib ki, valideynə baxmalıdır övlada əgər fiziki məhdudiyyəti Ya, istisna hal, müəllimin dediyi istisna hal odur. Hər iki valideyn işləmir və əmək qabiliyyətini itirib. hə, o Tamamilə zaman düzdür. Bəli. o zaman 15-18 yaşı aralığında olur yenə də. Yəni 15 yaşa qədər uşaq icbari təhsildən yayınıb, yəni 9 illik təhsil məcburidir. O gedib işləyə bilməz. İndi sizdə varsa, harda qeyd olunubsa, onu mənə göndərin. Amma yəni, mən bu dərsi уже neçə illərdir keçirəm. Əmək məcəlləsini hər gün demək olar keçirəm. Məhrəm müəllim, sizin də sözünüzü deyin. Əlavə çoxlu fikirlər xahiş edirəm. Olanda mənə Salam, bir axşam şey xeyir. deyin. Çünki vaxtımız gedir. Baxın, əlavə belə çox fikirlər olanda. Mənim valideyn icazəsi 18 yaşa qədərdir, ya 15-16-ya qədərdir. 16-dan sonra icazə ehtiyacı yoxdur da təfəkkür etmirsən. 15-18 yaşı aralığında, indi biz sizə əmək məcəlləsini keçəcəyik. 15-18 yaşı aralığında orada valideynin mütləq razılığı olmalıdır. Vsyo, yoldaşlar. Oldu, çox. Sizin əlavə belə bir sualınız olanda deyin, mənə zəhmət olmasa, çünki onu biz çox müzakirə etsək elə bunun üzərində qalacaq. Amma sizin dediyiniz məsələ, bəli, Konstitusiyanın burada maddəsində qeyd olunub ki, valideyn əgər fiziki məhdudiyyəti varsa və yaxud əqli, bəli, o zaman övladı valideynə baxmalıdır, amma orada sırf 15 Nəbilə müəllimə, bunu açmayın da yoldaşlar, xahiş etmişəm mən sizdən. Axı biz hamımız ali təhsilli, ziyalılarıq və çalışaq ki, qaydalara əməl edək. Gəldik din və dövlətə. Din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, yəni dini cərəyanların yayılması və təbliği təbii ki, qadağandır. Dövlət təhsil sistemi dünyavi xarakter daşıyır. Bunlar nə deməkdir? Baxın, burada birincidə deyir ki, din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Yəni, belə deyək də, Azərbaycanda din dövlətdən, yəni biri-birindən ayrıdır. Din ayrı, dövlət ayrıdır. Yəni ki, din dövlətin işlərinə qarışa bilməz. Dövlət də dini idarə etmir. Bütün dinlər də dövlət qarşısında bərabərdirlər. Kim hansı dinə inanırsa inansın, öz işidir. Yenə də hər kəs eyni hüquqa malikdir. Bu deməkdir bu. Və təbii ki, insan ləyaqətini alçaldan, bayaq burada qeyd olunduğu kimi, insanpərvərlik prinsiplərinə zidd olan hər hansısa bir dini təlimlərin keçirilməsi, dini cərəyanların yayılması, yəni bu qətiyyən qadağandır. Yəni bu nə deməkdir? Dinə qarşı, deyək ki, hər hansısa bir dinə yox, insanlara qarşı nifrət, hər hansısa bir zorakılıq, ayrı seçkilik halları ola bilməz. Ümumiyyətlə, dövlət təhsil sistemi dünyavi xarakter daşıyır. Dünyavi dedikdə nə nəzərdə tutulur? Yəni, istər məktəb olsun, universitet olsun, təhsil dini deyil də bizdə. Bizdə təhsil elmi əsaslara uyğun olaraq həyata keçirilir. Və bu o deməkdir ki, məktəblərdə bizdə dini qaydalara uyğun yox, elmi əsaslara əsasən təhsil prosesi həyata keçirilir. Bu da aydın bir məsələdir. Yəqin ki, burada belə bir çətin bir şey yoxdur. Belə. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının əsas prinsipi. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan da sui-istifadəyə yol verilmir. Yəni, hər bir insanın şəxsiyyətidir, ləyaqətidir, yəni insan kimi bir dəyəridir, hörmətidir, bu qorunur. Və hər kəsə də hörmətlə yanaşılır. Hər hansısa bir şəxs kimisə alçaltsın, kimisə təhqir etsin, onu dəyərsiz saysın, bunu edə bilməz. Yəni, baxın, Konstitusiyanın 24-cü maddəsinə əsasən qorunur hər bir şəxs. Hər bir insan doğulduğu andan hər kəsin bir hüquqları var, bir azadlığı var
Və təbii ki, heç kim tərəfindən də həmin onun o hüquqları, azadlıqları əlindən alına bilməz. Və hər bir insan doğulduğu azaddır, onun bir hüquqları var və belə deyək də, hər hansısa bir insanın hüququndan da sui-istifadə etmək olmaz. Yəni belədir ki, bax biz azadıq, düzdür? Biz azadıq, amma başqasının azadlığına da biz zərər verməməliyik. Aydındırmı yoldaşlar? Burada Lamiyə müəllimə nəyisə qeyd edib, göndərib. Lamiyə müəllimə nədir göndərdiyiniz? Sizin dediyinizi gönderib elə müəllimə. Ben bu əmək müqaviləsini göndərmişim. Yəni orada Bəli. 15 yaşına çatmış şəxslərlə bağlana bilər. Bəli, Yəni bəli. bunu göndərmişim ki, baxsın müəllimlər. Bəli, bəli. İllərdir mən bu haqda danışıram, dərsi keçirəm. Demək olar gün aşırı mən əmək məcəlləsi haqqında danışıram. Yəni mən belə bir səhv edə bilmərəm mənim. Ola bilər nəyisə qarışdırırsınız. Belə. Yenə danışarıq müəllim. Mənə WhatsApp-a yazarsınız, görüm nədir məsələ. Sizə qaranlıq qalmasın, tamam mı? Gəldik 25-ci maddəyə, bərabərlik hüququ. Hamı qanun, məhkəmə qarşısında bərabərdir. Kişi, qadın, fərqi yoxdur. Eyni hüquqları var, eyni azadlıqları var. Yəni, hər bir insan qanun qarşısında, məhkəmə qarşısında bərabər hüquqludur. Qanun, belə deyək də, istər məhkəmədə özündə hər hansısa bir şəxsi üstün, hər hansısa bir şəxsi zəif saysın, aşağı səviyyədə saysın, bu ola bilməz. Hər kəs qanun qarşısında, məhkəmə qarşısında bərabərdir. Eynən də bu gender bərabərliyi dedik də, kişi və qadın eyni hüquqlara malikdir. Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, qulluq mövqeyindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına, ictimai birliklərə mənsubiyyətə asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını, azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi, sosial mənsubiyyətə görə məhdudlaşdırmaq ümumiyyətlə olmaz. Yəni dövlətimiz deyək ki, cinsinə görə, siyasi baxışına görə, sosial vəziyyətinə görə imkanlıdır, imkansızdır, az təminatlıdır, əmlakına görə, dininə görə, dilinə görə, hər hansısa bir milliyyətdən də deyək ki və s. Hər hansısa bir şəxsin hüquq bərabərliyi pozula bilməz. Yəni hər kəs eyni hüquqlara, hər kəsin eyni hüquqları var. Hüquq bərabərliyi təmin olunur. Milliyyətinə görə, dininə görə, fikrinə görə burada ayrı seçkilik ola bilməz. Və belə deyək də, burada 4-cü deyir ki, heç kəsə bu maddənin 3-cü hissəsində göstərilən əsaslara görə zərər vura bilməz, güzəştlər, imtiyazlar verilə bilməz, yaxud güzəştlərin, imtiyazların verilməsindən imtina oluna bilməz. Yəni, dediyimiz kimi, hansı ki, milliyyətinə görə, dininə görə, fikrinə görə, hər hansısa bir şəxsə, misal üçün, zərər vuraq, kiməsə bir ayrıca xüsusi güzəşt edək, kiməsə imtiyaz tətbiq edək, olmaz. Hər kəs bərabər hüquqludur. Kimə üstünlük vermək olmaz, kiməsə zərər vermək olmaz, belə. Və hüquq vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları, dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Yəni, dövlət orqanları deyək ki, və yaxud hər hansısa bir məmur deyək. Qərar verərkən, qərar qəbul edərkən hamıya eyni münasibət göstərməlidir. Dövlət qarşısında, yəni ki, hər bir şəxs, belə deyək də, bərabərdir, bərabər davranış görməlidir. Ayrı seçkili olmamalıdır. Və təbii ki, sağlamlıq imkanları məhdud olan dedikdə, burada əlilliyi müəyyən edilmiş şəxslər var. Təbii ki, biz əmək məcəlləsindən də bilirik ki, əlilliyi müəyyən edilmiş şəxslər üçün həmişə iş yerlərində ayrıca bir şərait yaradılmalıdır ki, sağlam şəxslərlə birgə normal qaydada onlar da çalışa bilsinlər. Onlar üçün əlverişli bir iş şəraiti yaradılmalıdır, biz bilirik. Və burada belə deyək də, baxmayaraq ki, əlilliyi olan şəxs, deyək ki, sağlamlıq imkanları məhdud olan şəxs fərqi yoxdur. Belə də deyə bilərsiniz, belə də deyə bilərsiniz. Yəni, onların üstün hüquqları yoxdur ha bizdən. Sağlamlıq imkanları məhdud, istər sağlam şəxslər eyni hüquqlara malikdirlər.
Sadəcə ola bilər ki, fiziki məhdudiyyətinə görə müəyyən bir işləri görə bilmir, müəyyən bir vəzifəni yerinə yetirə bilmir. Bax, bu istisnadır. Aydındırmı? Gəldik 26-ya. İnsan və vətəndaş hüquqlarının, azadlıqların müdafiəsi. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını, azadlıqlarını müdafiə etmək hüquqları vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqların müdafiəsinə təminat verir. Yəni, hər kəsin bir hüququ var, hər bir insanın, hər bir vətəndaşın öz hüququ var, düzdür? Və əgər onun hüquqları pozularsa, hər hansı bir insanın, o müraciət edə bilər hara? Məhkəməyə müraciət edə bilər ki, onun hüquqları, deyək ki, pozulub və o gedib hər hansı bir qanunla, belə deyək də, qadağan edilməmiş bir yolla özünü müdafiə edə bilər, etməlidir, hüququdur. Yəni, kiminsə, deyək ki, haqqı pozulursa, sadə dildə desək, o özünü qanunla qoruya bilər, məhkəməyə müraciət edə bilər. Sonra, belə, burada kifayətdir bu qədər bilsəz. Yoldaşlar, sualınız varmı? Qaranlıq qalan nə isə oldusa, mənə deyin, zəhmət olmasa. Mütəllim müəllim, nə isə deyirdiniz, əliniz qalıb yoxsa? Varmı sözünüz? Yox, mane olmayayım da sonra yazacağım. Mən zaten 15 yaşına çatmamışdım. Yenə 15 yaşda qalmısınız, elə? Qalmamışam. Sadəcə dediniz ki, mən səhv edənmərəm, biz səhv etmirik. Əmək məcəlləsində olanı dedim mən. Yəni, neysə, vaxt almayaq, sonra isə şəxsi 15 yazıram. yaşında qalmısınız, yəni 15 yaş mövzusundasınızmı mənasında mən deyirdim. Siz onu deyəsən düz başa düşmədiniz. Yəni, o mövzudur, yenə demək istirdim. Tamam, göndərərsiniz müəllim, göndərərsiniz. Əgər elə bir şey varsa, mən səhv edirəmsə, mən qrup üzvlərinə də bu barədə məlumat verəcəm. Göndərin. Aha, gəldik 27-ci maddəni. Aha, yaşamaq hüququ. Yaşamaq hüququ. Hər kəsin yaşamaq hüququ vardır. Və dövlətə silahlı basqın zamanı düşmən əskərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Yəni, hər kəsin yaşamaq hüququ var və biz bilirik ki, dövlətə qarşı, misal üçün, hər hansı bir silahlı hücum olarsa və yaxud da ki, düşmən əskərləri, misal üçün, hücum edərlərsə dövlətə, həmin o düşmən əskərlərinin öldürülməsi, deyək ki, sadə dildə desək, və yaxud da ki, hər hansı bir məhkəmənin, düzdür, bizdə ölüm cəzası yoxdur, yəni, belə bir hal illərdir biz heç eşitməmişik, amma burada konstitusiyada qeyd olunub ki, məhkəmənin, yəni, qanuni qərarı ilə ölüm cəzası və yaxud da ki, qanunla icazə verilmiş hallar istisna kimi qeyd olunub ki, burada heç kimin həyatına toxunmaq olmaz. Yəni, normal bir halda heç kim öldürülə bilməz, sadə dildə desək. Yalnız qanunla müəyyən edilmiş qaydalarda, hallara uyğun olaraq mümkündür. Yəni, burada elə o formada da qeyd olunub, yəqin ki, aydın oldu hər kəsə. Yəni, burada, baxın, ölüm cəzası. Deyir ki, baxın, müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək. Tam ləğv edilənədək. Yəni, ölüm cəzası hələ var bizdə, amma tam ləğv edilməyib. Tam ləğv edilənədək. Yalnız dövlətə, insan həyatına, sağlamlığına qarşı xüsusi ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Yəni, ölüm cəzası tamamilə ləğv olunana qədər yalnız çox ağır bir cinayətlər əgər törədilibsə, ölüm cəzası ola bilər deyir. Ola bilər. Və belə bir misal kimi qeyd edim ki, tutaq ki, dövlətə qarşı, hər hansı bir insanlara qarşı ola bilər ki, deyək ki, burada hər hansı cinayət törədilib. Çox nadir bir hallarda ola bilər ölüm cəzası, amma yəni çox ciddi bir haldırsa, təbii ki, dövlətə qarşı, insanlara qarşı bir hər hansısa bir cinayət törədilibsə, ağır bir cinayət, o zaman tətbiq edilə bilər. Amma tam ləğv edilənə dək qeyd olunub. Görürsünüz burada, bu sözü görürsünüz yəqin. Sonra 4-cü. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zəruriyyət, cinayətkarların yaxalanması, tutulması, həbsdə, onların həbs yerindən qaçmasının qarşısına alınması, dövlətə qarşı qiyamın
yatırılması və dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi hallar istisna olmaqla insanlara qarşı silah işlədilməsinə yol verilmir. Yəni bilirik ki, bizdə respublikamızda silahdan istifadə etməyə icazə verilmir. Düzdür? Amma yalnız belə deyək, qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq, yəni qanunla icazə verilən bir vəziyyətdə bu mümkündür. Və belə deyək də, özünü müdafiə üçün hardasa, sadə dildə desək, cinayətkarın tutulması üçün ola bilər, hər hansısa bir dövlət çevrilişi prosesi olarsa, onun qarşısını alması üçün ola bilər, silahlı basqın, misal üçün, baş veribsə, belə bir halda ola bilər. Belə deyək də, yəni hər hansısa bir, belə deyək, dövlət işçisi, hər hansısa bir vətəndaş zərurət olanda silahdan istifadə edə bilər. Gəldik 28-ci maddəyə. Azadlıq hüququ. Hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alınma, azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər. Özünə yaşayış yeri seçə bilər. Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Hər kəs azad bir formada yaşamaq hüququna malikdir. Hər hansısa bir şəxs, ümumiyyətlə heç kim əsassız olaraq azadlıqdan məhrum edilə bilməz. Biz bunu bilirik zaten. Azadlıqdan məhrum etmə ancaq məhkəmənin qərarı olmalıdır bunun üçün. Məhkəmə qərar qəbul etmədən azadlıqdan məhrum edilə bilməz. Yəni, məhkəmənin qərarı verilənə qədər cəza kimi, həbs kimi məhdudlaşdırıla bilər. Amma sırf həbs olunmaq üçün, aylarla, illərlə, bunun üçün məhkəmənin qərarı olmalıdır. Əsas olmalıdır. Və təbii ki, hər bir Azərbaycan Respublikasının vətəndaşı deyək, hər hansısa bir şəxs, fərqi yoxdur. Ölkəmizdə sərbəst şəkildə hərəkət edə bilər. Yəni, axşam çıxsın, səhər, günorta, heç kimə mane olmur, heç kim soruşmur. Sən niyə saat 12-də, 1-də küçədəsən? Bəli, buyurun. Buyurun, deyirəm. Elnayla müəllimə, mikrofonu bağlayın da, zəhmət olmasam. Aha, tamam. Aha, nə deyirdik, unutdum. Yəni, hər kəs ölkəmizdə sərbəst hərəkət edə bilər. Gecə vaxtı çölə çıxa bilər, yaşamaq istədiyi yeri seçə bilər, harada istəsə, hansı ölkədə istəsə yaşaya bilər. Yəni, heç kim bizi zorla bir yerdə saxlaya bilməz. Və təbii ki, Azərbaycan Respublikasının vətəndaşları xaricdə yaşayan, istənilən vaxt ölkəyə qayıda bilər və gəlib burada yenidən yaşaya bilərlər. Mülkiyyət hüququ. Mülkiyyət hüququ nə deməkdir? Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İndi bunları deyəcəm sizə, xüsusi mülkiyyət hüququ nə deməkdir. Yəni, hər bir kəsin mülkiyyəti ola bilər də, düzdür? Bir əmlaki ola bilər, maşını ola bilər, evi ola bilər, torpaq sahəsi ola bilər. Yəni, bu bizim mülkümüzdür. Heç kim deyə bilməz ki, sənin niyə maşının var, niyə bahalı maşının var? Bunu deyə bilməzlər. Belə deyək də, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına, başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək, onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsindən yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İstəyirsə, bura qədər izah edim, fikirlər qarışmasın. Yəni, hər kəsin bir mülkiyyət hüququ var. Hər kəsin maşını ola bilər, əmlaki, yəni evi ola bilər, daşınan əmlak, daşınmaz əmlak, fərqi yoxdur. Və təbii ki,
yəni mülkiyyətin heç bir növü üstün sayılmır. Yəni heç bir növü dedikdə ola bilər ki, belə deyək, istər dövlətin mülkiyyəti olsun, istər xüsusi bir mülkiyyət. Xüsusi dedikdə bax mənim özümün şəxsi evim, şəxsi tutaq ki, mənim özəl bir məktəbim var. Bu mənim şəxsi öz mülkiyyətim olur da. Təsisçi oluram mən. Mülkiyyət mənimdir və yaxud dövlətin olsun. Fərqi yoxdur, üstünlük olmur burada. Hamısı qanunla qorunur. Şəxsi mülkiyyət olsa da, dövlət mülkiyyəti olsa da qanunla qorunur. Tutaq ki, hər hansısa bir şəxsin əmlakı var. Yəni bu əmlaka tək başına da yiyələnə bilər. Ya da ki, başqaları ilə birgə. Şərik format. Tutaq ki, Güllü müəllimə ilə mən bir yerdə məktəb açdıq. Özümüzün ikimizin şərik formada bir təsis etdiyimiz bir məktəbimiz var. Özəl məktəbimiz. Bax, buna icazə verilir. Və təbii ki, yəni bu mülkiyyət bizimdirsə, özümüz istədiyimiz kimi onu istifadə edə bilirik. Və təbii ki, aydın bir məsələdir ki, məhkəmənin qərarı olmadan, hər hansısa bir şəxs mülkiyyətindən məhrum edilə bilməz. Baxın, bir çox evlər var ki, Bakıda həmin o mülkiyyətçilərdən bu evlər alınır və yerinə böyük bir yeni binalar tikilir. Bax, bunu deyir burada. Yəni, heç kim mülkiyyətindən məhrum edilə bilməz. Bir də ki, tutaq ki, dövlət müəyyən bir ehtiyaclar üçün həmin bu mülkü alırsa, o zaman əvvəlcədən ədalətli bir formada onun dəyəri müəyyən edilməlidir. Tutaq ki, 300 mindirsə, 300 minlik dəyərindədirsə bu ev, bu deyək ki, kvartira, o dəyərini ödəməlidirlər. Ancaq bu formada götürülə bilər və pulu da əvvəlcədən ödənilməlidir. Gəldik xüsusi mülkiyyətə. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət, torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna da təminat verir. Yoldaşlar, yorulmamısınız? Yormadım mən sizi. Bura qədər qaranlıq qalan nəsə olurmu sizə? Deyin mənə. Yadda qalır. Heç Müəllimə. çox gözəl izah eləyirsiniz Zülfiyə müəllimə. Mən təşəkkür edirəm. Yadda qalır, sadəcə müəllimə bizə suallar nəticə verilə bilər. Məsələn, deyəcəklər mülkiyyət hüququ barədə danış. Ola bilər də, nəysə bir mənbə. Baxın, konstitusiya bu yeni artıq. Baxıram ki, müsahibələrdə sual verilir. Neçə maddə, neçə bölmə, neçə fəsildən ibarətdir. Konstitusiya ili ilə bağlı sual verilə bilər. İndi mən bu müsahibəni daha ağır gözləyirəm, yoldaşlar. Ona görə də daha ağır bir formatda mən hazırlıq keçirəm də. Belə deyək, polni boyevoy gedirik. Ki, hər hansı boşluqlarımız qalmasın. Aydındır mı? Müəllimə. Tamam. Xəylə müəllimə, bir dənə bu fikrimi deyim, unudacam. Sonra sizə qayıdacam Xəylə müəllimə. Nəsə demək istəyirsiniz, deyərsiniz. Deməli, burada nə danışırdım? Xüsusi mülkiyyət haqqında danışacaqdım. Xüsusi mülkiyyət dedikdə, yəni hər bir şəxsin özünün bir xüsusi bir təsərrüfatı ola bilər. Fermer təsərrüfatı ola bilər. Maşını ola bilər, bayaq dediyim kimi. Bu xüsusi mülkiyyətdir. Mağazası ola bilər, evi ola bilər. Və təbii ki, yəni bu xüsusi mülkiyyət də bir məsuliyyət yaradır da, belə deyək. Yəni mənim xüsusi bir mülkiyyətim, mənim bir maşınım varsa, mənim bir təsərrüfatım varsa və yaxud mənim bir mağazam varsa, mən bununla digər şəxslərə belə deyək də mane olmamalıyam. Ətraf mühitə mən zərər verməməliyəm. Bax, məsuliyyət daşıyır dedikdə, öhdəlik dedikdə, bax bu nəzərdə tutulur burada. Aydındırmı? Aha. Sonradakı nə qaldı, nəyi demədim sizə. Və tutaq ki, hər hansısa bir, deyək ki, öz təsərrüfatı var və s. O təsərrüfatdan doğru düzgün istifadə etməlidir. Kimsə, belə deyək də, müdaxilə edə bilməz və s. Belə, bu qədəri kifayətdir. Bir də vərəsəliklə bağlı, belə bir sual düşünmürəm verilə bilər, amma yenə də deyim də. Tutaq ki, bu vərəsəliklə bağlı da, mirasdır da bu vərəsəlik. Bu hüququ da dövlət qoruyur. Tutaq ki, hər hansısa bir şəxs vəfat edibsə, onun mülkiyyəti artıq onun övladına, qanunla varisi kimdirsə ona keçməlidir. Gəldik əqli mülkiyyət hüququ. Əqli mülkiyyət. Baxın, əqli mülkiyyət haqqında danışacaq biz sizinlə. Ümumiyyətlə, əqli mülkiyyət nədir? İlk öncə gəlin bu haqda sizə məlumat verim.
Əqli mülkiyyət yoldaşlar insanın yaradıcılığı ilə, düşüncəsi ilə, ağlı ilə alınan bir prosesdir də, bir məhsuldur belə deyək. Hər hansısa bir deyək ki, tutaq ki, hər hansısa bir şəxs bir mahnı yazıb, öz mahnısıdır. Hər hansısa bir şəxs film çəkir, hər hansısa bir şəxs şəkil çəkir. Hər hansısa bir şəxsin bir kitabı var, kitab müəllifidir. Misal üçün, şeir yazır, bir ixtirası var, bir proqramı var. Bax, bu, belə deyək, əqli mülkiyyət hesab olunur. Tutaq ki, baxın, adi brendi deyək də, Coca-Cola brendi və yaxud da ki, logo kimi, Azercell logosu, Azercellin özünün bir logosu var. Bax, bu da əqli mülkiyyət hesab olunur. Aydındırmı? Deməli, əqli mülkiyyət haqqında hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiracılıq hüququ, əqli mülkiyyət hüququnun başqa növləri də qanunla qorunur. Yəni, hər hansısa bir şəxs bir fikir, deyək ki, irəli sürə bilər, fikir yarada bilər, bir ixtirası ola bilər, musiqisi ola bilər, özünün yazdığı bir kitabı, vəsaitləri ola bilər, dizayn etdiyi nəyisə, bir gözəl hazırladığı dizaynı bir ola bilər özünün, bir brend yarada bilər, bir logo yarada bilər. Yəni, bu əqli mülkiyyət beyinlə, deyək ki, beynin bir məhsuludur da, belə deyək, sadə dildə. Təhlükəsiz yaşamaq hüququ. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Xəyli müəllimə, bayaq siz nəsə deyirdiniz? Buyurun, əl qalıb sizin, hələ də bəlkə keçərəm üzərindən artıq. Bayaq axşamda Süleyman, mən biraz gec qoşuldum. Bəli. Orada bilmədim, yəni bu konstitusiyaya aid olan bütün maddələri biz belə tək-tək keçəcəyik mi, yoxsa? Yoldaşlar, istəyirsinizsə mən bunu keçməyim. Mənim işim daha da asanlaşır. Yox, çünki mən sadəcə soruşuram, çünki Müəllimə, bütün konstitusiyanı yox müəllimə, siz baxmısınız, mən konstitusiya sənədini göndərmişəm. Orada hansı, nə qədər maddə var, baxmısınız orada? maddələr. Yox, mən gec qoşuldum. Dedim bayaq da gec qoşulmuşam, biraz dərsdəydim, ona görə Neçə gündə gec o qoşuldum. videoları göndərirəm, yenə göndərirəm qrupa, baxmamısınız. Yəni 80-cı maddəyə qədər təhsil işçilərinə aid olan, yəni bizə aid olan hər bir vətəndaşın bilməli olduğu maddələrdir bunlar. Aha, oldu mənim. Çox sağ olun. Belə deyək də, İnsan hüquq və azadlıqları haqqında, misal üçün, bizim dərsdən kənar məşğələmiz var, misal üçün. Bax, şagirdlərə elə bu haqda da danışa bilərik, hüquqlar haqqında, qanun qaydalar haqqında. Belə, yəni, görək konstitusiyadan bu, dediyim kimi, regionlarda bir-iki dənə sual verilib konstitusiyadan və bu il konstitusiya və suverenlik ili olduğu üçün. Plus, baxın, gördünüz ki, bu ilki prioritet məsələlər F563 var, hansı ki, 12 sentyabr 2025-ci il tarixli cənab nazirin əmri prioritet istiqamətlər barədə. Elə orada da bu konstitusiya və suverenlik ili ilə bağlı orada qeydlər var idi. İlk dərslər bu mövzuya həsr olunmuşdu və düşünürəm ki, həm konstitusiyadan suallar veriləcək. Hər kəsə düşünürəm veriləcək bu suallar. Plus da intizam qaydaları. Çünki artıq bütün məktəblərdə tətbiq olunur. Bax, hansı məsələlər prioritet məsələlərdir? Öncül, vacib, birinci olan məsələ. Onun üzərinə daha çox düşürlər. Ona görə də onları bilin. Oxuyun. Zaten burada 2 dərsə düşünürəm ki, yekunlaşdıracağım. 2 olmasa maksimum 3 dərsə keçəcəm, düşünürəm bunu. Çox da burada elə dərindən bir şeylər yoxdur, belə bir öyrənəcəyimiz. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına, fiziki, mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Yəni, hər bir şəxsin təhlükəsiz bir şəraitdə yaşamaq hüququ var, aydın bir məsələdir. Və hər kəsin də, hər bir insanın da həyatını, təhlükəsizliyini dövlətimiz qoruyur. Və təbii ki, qanunda icazə verilməyən hallar, bunlar istisnadır təbii ki. Hər hansısa bir şəxsə zor tətbiq etmək, onun mülkiyyətinə zərər vermək olmaz. Şəxsi toxunulmazlıq hüququ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən
müdafiə hüququ vardır. Yəni hər bir şəxs toxunulmazdır. Yəni bax, mənim icazəm olmadan, sizin icazəniz olmadan bizə heç kim nə toxuna bilməz, nə həyatımıza zorla müdaxilə edə bilməzlər. Və təbii ki, hər bir ailə, belə deyirik də, çujaya semya temный lес deyirik. Hər bir ailə, onun tərcüməsini necə etsəm olar, daha düzgün çıxardı. Elə bəzi sözlər var ki, onu tərcümə etmək olmur Azərbaycan dilinə. Hər bir ailənin özünün bir, necə deyərlər, yəqin ki, burada rus dili müəllimlərimiz var, onu necə tərcümə etmək olar? Qapalı qutudur. Bəlkə belə ola bilər, aşağı hər bir ailənin özünün toxunulmazlığı var da. Bəli, toxunulmazlıq var, qapalı qutu kimi də demək olar, Günay müəllimə yaxşı dedi. Bəli, yəni hər bir ailə biz bilirik ki, ailəyə heç kim müdaxilə edə bilməz də, belə deyək. Hər bir ailənin öz ailə həyatını gizli saxlamaq hüququ vardır. Yəni məndən məcburən mənim ailə həyatım barədə kimsə soruşa bilməz. Bu mənim şəxsi ailə həyatımdır. Və təbii ki, qanunsuz da heç kim bizə qarışa bilməz. Sonra öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatların toplanmasına, saxlanmasına, istifadəsinə, yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video, foto çəkilişinə, səs yazma, digər bu cür hərəkətlərə məruz qoyula bilməz. İnformasiyanın qorunması haqqında belə bir Azərbaycan Respublikasının qanunu var. Bu qanuna uyğun olaraq hər hansısa bir şəxsi izləmək olmaz. Onun icazəsi olmadan hər hansısa foto çəkiliş, video çəkiliş, səs yazma, təbii ki, biz görürük sosial şəbəkələrdə o qədər direktorların səs yazılır, səs yazması paylaşılır, müəllimlərin səs yazması, fotodur, videodur. Təbii ki, bunlar yol verilməzdir. Yəni öz razılığı olmadan hər hansısa bir şəxs belə bir çəkilişlər edə bilməz. Ümumiyyətlə bu qadağandır. Belə deyək də, biz adicə belə deyək, telefonda yazışmamız var, əlaqə saxlayırıq kimləsə telefonla. Yəni bizi belə normalda heç kim dinləmir, belə deyək də. Dövlət bunu qoruyur. Dövlət qoruyur ki, hər kəsin yazışmasıdır, rabitə sirridir. Bunlar hamısı dövlət tərəfindən qorunur. Amma indi burada istisna hal var. Tutaq ki, hər hansısa bir cinayətin qarşısını almaq üçün, hər hansısa bir ibtidai istintaq zamanı, deyək ki, hər hansısa bir cinayət istintaqı təbii ki olarsa, o zaman kiminsə səsi dinlənilə bilər, kiminsə yazışmaları onlara baxıla bilər. Yəni normalda bunlara icazə verilmir. Bir də ki, bu informasiyanın qorunması haqqında qanunda qeyd olunub ki, hər hansısa bir müəllimlə bağlı adi baxın məktəbdə digər bir qurum mənə zənglə müraciət edirsə ki, bu müəllim haqqında mənə məlumat göndərin, mən o məlumatı həmin işçinin, həmin müəllimin xəbəri olmadan ona məlumat təqdim etmədən mən həmin məlumatı göndərə bilmərəm. Bir. İkincisi də həmin qurum mənə rəsmi qaydada məktubla müraciət etməlidir. Rəsmi qaydada müraciət olmadan mən hər hansısa bir şəxs haqqında, yəni onun istər peşəkarlıq səviyyəsi, istər müsbət məzmunlu fərqi yoxdur, mən belə bir məlumat təqdim edə bilmərəm. Və 33-ə qədər keçim bundan yekunlaşdırırıq yoldaşlar. Deməli, hər kəsin, bunları danışdım da sizə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla hər kəs onun haqqında toplanmış məlumatla tanış ola bilər. Bunu da indi uca danışdım mən sizə. Hər kəsin onun barəsində toplanmış, həqiqətə uyğun olmayan, tam olmayan, qanun tərəfləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsinin çıxarılmasına ləğv etmək hüququ var, tələb etmək hüququ var. Hər hansı bir şəxslə bağlı məlumat tələb edilirsə, təbii ki, onun o barədə xəbəri olmalıdır. Bir müəllim haqqında bir qurum məndən məlumat istəyirsə, təbii ki, mən o barədə bu məsələ ilə bağlı həmin müəllimə məlumat təqdim edəcəm. Ondan sonra bu məlumatı ona digər quruma göndərə bilərəm, amma yazılı qaydada. Bir də ki, ola bilər ki, hər hansısa bir, belə deyək də, hər hansısa bir şəxs onunla bağlı, deyək ki, yanlış bir məlumat paylaşılıb. O da tələb edə bilər ki, həmin bu yanlış məlumat ləğv edilsin, silinsin. Sosial şəbəkələrdə, misal üçün, hər hansısa bir məlumat paylaşılıb. Təbii ki, onun icazəsi olmadan bu həyata keçirilib. Ona görə də bu proses düzəlməlidir. Yəni, burada dəyişiklik, yəni silinmə prosesi olmalıdır burada. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla
Üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və yaxud kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Hər hansısa bir üçüncü şəxs yoldaşlar, indi bizim şəxsi olduğumuz simamız vardır. Və mənim simama kimsə mənim icazəm olmadan daxil ola bilməz mənim məlumat bazama. Tutaq ki, məktəbdə UTIS proqramımız var. Ümumi Təhsil İnformasiya Sistemi məlumat bazası belə deyək də. Bu məlumat bazaya ancaq UTIS-i işlədən bizim ayrıca əlaqələndiricimiz var. Bu əlaqələndirici o məlumatları bilir, daxil olur. Yəni hər hansı Əli müəllim, Həsən müəllim gəlsin, hər hansısa bir müəllim haqqında məlumatlara daxil olsun, baxsın, yox. Yəni bu formada dövlət tərəfindən də qorunur. Sonra məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı seçkiliyə yol verməmək şərti ilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Yəni, hər hansı bir şəxsin dini məlumatları olsun, istər şəxsi məlumatları olsun, yəni, onun icazəsi olmadan onu açıqlamaq, paylaşmaq olmaz. Hər hansısa bir şəxsin siyasi baxışlarıdır, onun dini haqqında və s. məlumatları yaymaq olmaz, icazə verilmir. Bu qədər kifayətdir, yoldaşlar. Burada o qədər dərindən bunları bilmək ehtiyac yoxdur. Fərdi məlumatların dairəsi, belə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. Hər hansısa bir, deyək ki, şəxsin, deyək ki, hər hansısa bir müəllimin hər hansısa bir təhsillə bağlı məlumatları olsun, peşəkarlıqla bağlı olsun, toplanmasıdır, ötürülməsidir, qorunmasıdır. Bu hamısı qanuna uyğun olaraq, bayaq dediyimiz informasiya qorunması haqqında qanuna uyğun olaraq həyata keçirilir. Belə, bu qədər kifayətdir. Mənzil toxunulmazlığı və düşünürəm bir 2 dərsə bunu yekunlaşdıracaq. Görürsünüz, 3də 1 hissəsini artıq bugün yekunlaşdırdıq. Və zaten bizim digər mövzularımız da var. Onları da biz sizinlə keçəcəyik.